Salam dostlar. Çətin, az rast gəlinən və daha tez-tez səhv edilən suallar sırasından sifətin dərəcələri və gücləndiricilər. Much və quite'ın istifadəsinə baxaq. Much müqayisə və üstünlük dərəcəsində işlənə bilir. Much better, much nicer. Lakin üstünlük dərəcəsində çox az hallarda rast gəlinir. Bu struktur belədir. Much, the article, üstünlük dərəcəsi. Much the nicest, much the best. The muchdan əvvəl deyil, muchdan sonra gəlməlidir. Buna diqqət yetirirsiniz. Quite istifadəsi. Quite adətən adi dərəcə ilə işlənir. Bunu abituriyent vaxtından bilirsiniz. Quite good, quite nice. Müqayisə dərəcəsində. Britaniya ingilisində bəzən quite better ifadəsi var. Bu daha yaxşı yox, tamamilə sağalmış, səhhəti bildirdikdə, yəni completely recovered, sağalmaq mənasında işlənə bilir. Diqqətinizə görə sağ olun. Videonu paylaşmağı unutmayın.